Salam əzizlərim. Növbəti münasibətlərlə bağlı mövzumuzla qarşınızdayam. Bugünkü mövzumuz məhz partnyora dəstək olmaq, motivasiya vermək və analıq etmək arasındakı o incə xəttlə bağlı danışmaq istəyirəm. Bir çox xanımlar münasibətin başında daha belə cıvıl-cıvıl, enerjili dolu, daha belə həyat dolu olurlar və təbii ki, bu zaman partnyora daha çəkici, cazibədar gəlirlər. Amma zaman keçdikcə münasibətdə artıq balans pozulmağa başlayır. Partnyorla maraqlanmaq, onun qayğısına qalmaq yerinə ona artıq analıq etməyə başlayırlar. Əynivi qalın geyindinmi, çöldə soyuqdur, əynində nə var, papağı taxmısanmı, nə yemisən deyə və bu formada artıq partnyora analıq etməyə başlayırlar. Partnyora atalıq etməyə, ata kimi belə sanki arxa dayaq olmağa və s. və bu formada artıq münasibətdə balans ciddi şəkildə pozulmağa başlayır. Bəs bu balansı necə qorumaq lazımdır? İlk öncə hər bir kəs özünü münasibətdə analiz etməlidir. Mən qarşımdakı insana güclü olmağa icazə verirəmmi? Çünki biz bir qadın olaraq partnyora güclü olmağa icazə verməyəndə o getdikcə başlayır gücsüz olmağa. Nəyə görə? Çünki artıq kontrol bizdədir, artıq münasibəti biz idarə edirik. Burada istəyir deyin ki, kişi enerjisindən keçirəm, istəyir deyin atalıq edirəm, istəyir deyin kişilik edirəm. Yəni bir növ qadın artıq münasibətdə öz yerini unutmağa başlayır və bu nə olur? Sistemdə yer pozulur. Sistemdə yer nədir? Yəni ki, siz bir ailədə sadəcə övladsınız. Siz bir münasibətdə sadəcə sevgilisiniz. Evlisinizsə sadəcə o insanın yoldaşısınız. O insanın onsuz da atası var. O insanın onsuz da anası var. Onsuz da ona analıq edən birisi var həyatında. Və düşünün ki, artıq onun ikinci anası gəlir. İkinci ona analıq edən, onun daima qayğısına qalmaq deyəndə maraqlanmaq başqa bir şeydir. Amma daima açsanmı, toxsanmı demək bu artıq doğru deyil. Çünki partnyor onsuz da bilir ki, acdırsa yeməyi yeməlidir. Əgər partnyorun dərmanın vaxtı gəlibsə, o bilir ki, dərmanını atmalıdır. Yəni siz partnyorun sağlamlığını ondan daha mı çox düşünürsünüz? Daha mı çox ondan qayğılanırsınız? Bəs sizin qayğılarınız nə olacaq? Və bu formada siz başlayırsınız qarşı tərəfdən də eynisini gözləməyə. Ola bilər ki, partnyor sizə eynisini etmək istəməsin. Və bu formada nə olur? Sanki daima o sizin övladınız olur və siz ona analıq edən birisi olursunuz. Ana kimi onu etdimi, bunu etdimi? Başlayırsınız hər bir şeylə bağlı maraqlanmağa və get-gedə partnyor təbii ki, bundan sıxılada bilər. Və ya artıq bütün kontrolünü, gücünü, hər bir şey, məsuliyyəti sizə ötürmüş ola bilər və siz zamanla o münasibəti tək çiyninizdə yüklər varmış kimi aparmağa başlayacaqsınız. Siz bir xanım olaraq zərifliyinizi itirmiş olacaqsınız və sanki belə pəhləvan kimi daha güclü birisi olacaqsınız münasibətdə. Bunu sırf burada dinlədiyiniz üçün gedib etməyin. Bunu ilk öncə başlayın analiz etməyə ki, mən münasibətdə beləyəmmi? Nəyə görə beləyəm? Niyə hər şeyin kontrolü üzərimə alıram? Bəlkə mən partnyora burada güvənmirəm? Bəlkə mən hər şeyi idarə etməyə çalışıram. Bunun üzərində mütləq düşünməkdə fayda var. Çünki zamanla partnyor artıq gücsüzləşəcək. Nə pul qazanmaq istəyəcək, nə həyatda bir yerə getmək istəyəcək, nə bir məqsədi olacaq, nə sizin üçün heç bir şey üçün çaba göstərmək, çalışmaq istəməyəcək. Yəni sizin üçün bu burada düşünün ki, stakan var. Bunu buradan o tərəfə belə aparmaq istəməyəcək. Düşünəcək ki, onsuz da bunu eləyən var. Onsuz da o stakanımı oradan qaldırıb o digər tərəfə qoyan birisi var. Onsuz da məsuliyyətimi alan birisi var. Mən niyə məsuliyyət alım ki? O insan ciddi bir münasibət də istəməyəcək, ailə həyatı qurmaq da istəməyəcək. O insan ailə həyatı qurmaqdan və ciddi münasibətdən qorxacaq. Onun altında əziləcək və siz düşünəcəksiniz ki, o qorxaqdır. Əslində qorxaq deyil. Siz sadəcə onun əlindəki gücü almısınız. O insanın da əlində gücü qalmır və get-gedə gücsüzləşir. Və bu formada artıq partnyor münasibətdə sizdən əvvəl kimi qidalana bilməyəcək. Yəni ki, bir qadından bir xoş enerji ala bilməyəcək. Sanki bir kişidən daimi enerji almış kimi hiss edəcək. Bu da təbii ki, onu get-gedə sıxacaq və partnyor ya münasibətdə marağını itirəcək, ya da ki, marağını itirib başqa bir partnyor axtarmağa başlayacaq. Düşünəcək ki, mənim bir qadından qidalanmağa ehtiyacım var ki, biraz güclənim. Bunu şuurlu etməyəcək, bunu şuuraltı onu idarə edə bilər. Ona görə nə edirik? Partnyora güclənməsinə, gücünü tapması üçün icazə veririk. Məsuliyyət alması üçün icazə veririk. Və bu formada biz münasibətdə öz yerimizi qoruyuruq, zərif olaraq qalırıq, anda qalırıq, təslimiyyətdə oluruq partnyora, dəstək oluruqmu? Oluruq, motivasiya veririkmi? Veririk. Amma bunu elə edirik ki, onu qidalandıraraq edirik.
ona bir müəllim kimi sən niyə belə eləmədin, sən niyə burada belə eləyirsən, bu formada yox. Çünki partnyor özünü bir dərsdə hiss edəcək, bir müəllimin qarşısında hiss edəcək, bir sanki psixoloqun yanında hiss edəcək, bir ananın yanında hiss edəcək və o dediyim kimi bir müddət sonra sizdən qidalana bilməyəcək. Çünki qidalanacaq bir enerji qalmayacaq artıq. Amma başda qidalanırdı və deyir ki, nə yaxşı ki bu qadın var mənim həyatımda. Amma zamanla onu itirməyə başlayır. Belə əzizlərim, mütləq münasibətdə ana rolundan çıxmaq lazımdır. Partnyorun sadəcə sistemdə biz sevdiyi insan olmalıyıq. Belə əzizlərim, ümidvaram ki, bu video hər birinizə fayda gətirmişdir. İnşallah gələn videoda görüşənədək. Səhifəmə abunə olmağı unutmayın və məni Instagramdan da Fidan İbragimli adı altında izləməyi unutmayın. Hər birinizi sevirəm. Hələlik.